şehitlerimizin aziz hatiresi bir dəqiqəlik sükutla yad edilir. Xalqımızın şanlı qələbəsi ilə başa çatan və 30 illik vətən həsrətinə döyüş meydanında son qoyulan 44 günlük vətən müharibəsinin ilk günü 27 sentyabr ölkəmizdə anım günü kimi qeyd olunur. Müzəffər Ali Başkomandan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iradəsi və uzaqgörənliyi, yenilməz ordumuzun döyüş əzmi, əskər və zabitlərimizin şücaəti, xalq iqtidar birliyi sayəsində Azərbaycan ilahi ədaləti bərpa etdi. Düşmən tapdağında olan torpaqlarımız azad edildi, Respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərqərar oldu. Abşeron rayonunda da vətən müharibəsində qəhrəmanlıqla döyüşən və ölkəmizin ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalan əskər və zabitlərimiz dərin ehtiramla anılıb. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan xatirə kompleksini ziyarət edib, qarşısına gül dəstəkləri qoyaraq əz xatirəsini ehtiramla yad ediblər. Qeyd edək ki, əsgərlərimizin qəhrəmanlıqları, müjdə dolu xəbərləri ilə tariximizə həkk olunan bu şanlı 44 gündə işğalçıları sərhədimizdən qovmağı bacararaq gücümüzü və haqq səsimizi bütün dünyaya göstərə bildik. Xalqımız qəhrəman övladlarımızın şücaətini daim yüksək qiymətləndirərək şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini daim uca tutur. Anım gününə həsr olunan tədbir Xırdalan şəhəri Heydər Əliyev mərkəzində davam etdirilib. Burada dövlət himni oxunub, ümumilli lider Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqə sükutla anılıb. Daha sonra vətən müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətə həsr olunan və rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan videoçap nümayiş olunub. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandan Cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, ordumuzun şücaəti ilə xalqımızın qələbə qazandığını bildirib. Bununla da Azərbaycanımızın ərazi bütövlüyünün və suverenliyimizin tam bərqərar olduğunu, Qarabağda yenidən həyatın qayıtdığını söyləyən Rayon İcra Hakimiyyətinin başçısı hazırda işğaldan azad olunan ərazilərdə soydaşlarımızın azad və firavan yaşadığını bildirib. Sonra Milli Məclisin deputatı Nigar Məmmədova və Rizvan Nəbiyə çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı 44 gün vətən müharibəsini bundan sonra daim fəxr və iftixar hissi ilə xatırlayacaq. Bu şanlı tarixin hər zaman böyük fərəh və iftixar hissi ilə öyrənəcəyini vurğulayan çıxışçılar bildiriblər ki, vətən müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz adını qalib ölkələr sırasına yazdırıb. Daha sonra Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənli anası Xatirə İsmailova və Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı qələbəmizdən, Azərbaycan əsgərlərinin döyüş meydanında göstərdiyi şücaətdən söz açıblar. Onlar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Daha sonra anım günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə Xırdalan şəhərindəki Heydər Əliyev parkında, o cümlədən rayonun digər kənd və qəsəbələrində ağacəşmə aksiyaları keçirilib. Onu da qeyd edək ki, 27 sentyabr anım günü ilə əlaqədar Abşeron rayonun kənd və qəsəbələrində yerləşən bütün şəhidlər xiyabanlarında və xatirə komplekslərində abadlıq işləri görülüb, şəhidlərimiz ziyarət edilərək xatirələri yad edilib. Nizami Rəsulov, Fərhad Ələkbərli xüsusi olaraq Dinas TV üçün.